Azərbaycan Respublikasının Daxili İşlər Naziri. Dostlar salam, hər vaxtınız xeyir olsun. Həcə sizi Almaniyadan salamlayır. Ziver TV-yə baxırsınız. Mənim bugünkü rəsmi çıxışım olacaq. İlk öncə Daxili İşlər Nazirliyimizin bütün əməkdaşlarına, kollektivinə dərin təşəkkürümü bildirirəm ki, siz dövlətçilik və vətən uğrunda xidmət etmiş hərbi qulluqçular, ehtiyatlı olan hərbi qulluqçuları və s. ilaxır. Dünyanın dörd bir yanında, ölkə dağlarından kənarda da belə olsa, onların haqlı narazılıqlarını daim araşdırmışsınız və lazımı olan məsələyə öz hüquqi qiymətlərinizi vermişsiniz. İlk öncə Ədliyyə Nazirliyinin bütün əməkdaşlarına öz dərin təşəkkürümü bildirirəm ki, bu məsələyə laqeyd və biganə yanaşmalılar. İlk öncə bütün jurnalist həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, bugünkü bu sosial media platformasında özünü düzgün cəmiyyətə qarşı açıq hörmətsizlik eləyən Ləman Vəliyeva bugün məhkəmə olmuyor. Bugün Daxili İşlər Nazirliyi tərəfindən ona qərar verilib. Bildiyiniz kimi, çox şəxsiyyətə toxunmaq istəmirəm. Tuğra xanımla bağlı bunların bir balaca problemləri var idi və Tuğra xanım bu problemlə əlaqədar dövlət qurumlarına müraciət etmişdi. Eyni zamanda biz də Tuğra xanımla həmsöhbət olmuşduq. Bu məsələnin məzmununu araşdırdıq və ən ağır bir məsələ dünən Ləman Vəliyeva video çəkərək canlı yayında qeyd olunub və onun fan səhifələrinin birində haqqında bir video çəkmişdi. Mənə irəli-geri ittihamlar irəliləşdirmişdi. Bu günləri isə məhkəmədə hakimin təsdiq etdiyi qərarı ona təqdim olundu Azərbaycan polisi tərəfindən. Amma az əvvəlki canlısında deyəsən bizim ədliyyə orqanlarımıza şərəflə xidmət edən, ədalətlə xidmət edən hakimin qərarı onu qane etməyib və hakimin qərarına açıq hörmətsizlik edib. Bugün çəkilmiş canlı yayımda olan video qeydiyyata baxın, açıq-aşkar məhkəmə hakiminin qərarına hörmətsizlik. İzləyək. Tutaq ki, doğrudan öyle bir şey var. Həlində olsun. Ne var ki burada? Tıqtıqa gəlməmişdən qabaqçı sənətim olub da yəni. O mən canlıda da demişəm. Ne var ki burada? Ayıb ne var? Bak böyle 480 gün yok, 4080 gün. Ha, ne oldu? Siz canlıda bir yerde eləyək. Cəb kömək edirsiniz başınıza. Ha, ne oldu? Ne böyle şey oldu? Aa, ne oldu? Ne oldu? Ne oldu ki? Ne oldu? Əslində, hörmətli xanımlar və cənablar, bu düz deyir. Real həyatda bunlar tam fərqlidirlər, sosial həyatda ekran işidirlər, yəni monitor işidir. Sən qəbulda olduğun zaman Ləman Vəliyeva xəbərdar idik, xəbərimiz var idi, bilirdik ki, vəziyyət nə yerdədir. Necə yalvarırdın, himayəmdə uşaq var, uşaq əlinə oyuncaq eləyib, himayəmdə uşaq var deyə yalvarmağın. Heyf ki, mümkünsüzdür ki, biz o kadrları sosial media ilə paylaşaraq insanlara nümunə çəkək ki, əslində sən it kimi dövlət qurumlarına yalvararaq sənin haqqında tədbir görülməsin. Ancaq sənin nəzərinə çatdırıram. Bu sənə sonuncu inzibati xəbərdarlıqdır. Ləman Vəliyeva. Düşünürsən ki, himayəndə olan uşaq sənin hansısa etdiyin cəmiyyətə qarşı açıq hörmətsizliyin qarşısını alacaq. Bu mümkünsüzdür. Konstitusiyamızın cinayət məcəlləsi bəndində müvafiq yerlər var. Bir ağlın varsa aç oxu. Sənə tabeçiliyində və himayəndə olan uşaq atası və yaxud da birinci, ikinci dərəcəli qohumları qəyyumluq olaraq status verilir. Əgər bu imtina olarsa, müvəqqəti istintaqın və cinayət işinin yekunu sonuna qədər uşaq əsirgəmə qurumuna verilir və sənin haqqında qanuni olaraq cinayət işi açılır. Və özün də bilirsən ki, bugünkü günə qədər sənin üstündə 3 maddə var. Hansı ki, axırıncı inzibati xəbərdarlığı bugün almışsın. Mən sənə ixtiyar vermirəm ki, sən Azərbaycan Respublikasının prezidenti, möhtərəm cənab Ali Başkomandan İlham Əliyevin şəxsi imzası ilə mükafatlandırılmış Azərbaycan Respublikasının vətən uğrunda bir sıra müvafiq mükafatlara sahib olan mən, Mustafa Hüseyn Elçin oğlunun ünvanına artıq əski sözlər deyəsən. Mən Almaniyada yaşayaram, Amerikada da yaşayaram, dünyanın istənilən ölkəsində yaşayaram. Mən Azərbaycan Respublikasının vətəndaşıyam. Azərbaycanda sözümü deyə bilmədiyimə görə əgər qalmısansa, bir aç gözünü, sosial mediadan sadəcə məni maraqlan
və bax gör ki, mən Azərbaycan Respublikasına necə xidmət etmişəm. Bu günə qədər sənə təhqiramiz sözlər demişəm, haqlı səbəblərlə. Bu günə qədər səni şəxsiyyətini alçaltmışam ki, şəxsiyyətə alçaldılmağa layiq insansan və heç kimə də ixtiyar vermirəm. Bu sözümə də görə tam səmimiyyətimlə deyirəm ki, haqlıyam. Azərbaycan himnini təhqir edən, alçaldan, özünə necə dediyini canlıda bir neçə gün bundan qabaq etmişəm, peşman olmuşam, 1000 manat cəriməni ödəyib çıxmışam, cəzamı çəkmişəm. Mən inanmıram ki, Azərbaycan polisi sənin Azərbaycan himnini təhqir etməkdə səndən 1000 manat pul alsın və yaxud da nəsə. Bu günə qədər dövlət və dövlət qurumları tabeçiliyində olan azyaşlı uşağa görə sənə susub. Çünki bizim dövlət qurumları ədalətli olduğu qədər də bir növ insaflıdırlar. İstər-istəməz qarşı tərəfi anlayışla düşünməyi və anlamağı bacaran insanlardılar. Sənin həmkarın, kolleqan Nahid Nəsirov. Dünənləri mən səninlə danışdım, əlaqə saxladım. O qədər düzənməli danışa bilmədim. Çox güman danışma qabiliyyətim yox idi və yaxud danışmaq bacarığım yox idi. Dünən Nahid Nəsirov sənin mənə telefondan dediklərini və mənə mesajda şəxsidə yazdıqlarını, o apış əsaslar söhbəti mənim çox bəyənilmiş bir söhbətimdir. Onu Maqeramov çox gözəl bilər. Azadlığa çıxsın, soruşarsan. Çox incədərdim səni. Bəlkə incədərdim səni Nahid. Amma özümə yaraşdırmadım. Çünki mənə görə sən fərqlisən. Sən sadəcə hələ ki, nəysə. Məsələni sonlandırıram. Məsələni sonlandırmağıma da ən əsas və başlıca qeyd eləmək istəyirəm ki, Nahid Nəsirov sosial mediada aktiv bloqer fəaliyyət kimi göstərən Tərlan ən çox ona görə sənə susuram. Səni xəbərdar etmişəm, Ləman Vəliyeva. Bir daha səni xəbərdar edirəm. Sən əgər cəmiyyətə qarşı hörmətsizlik etsən, adım-badım gözüm üstündədir. Çünki sən mənim üçün bu günləri hər snayperçinin bu cibində beçəyisi olur. Onu sən bilməzsən. O sənlik deyil. O snayper istərə bilər. Bax, o 6 nəfər siyahı. Mənim üçün sən erməni leşlərindən beş bətərsən. Mənim üçün sən ermənisən. Və heç kimə imkan vermərəm ki, kimsə sənə Azərbaycan qadını desin. Hörmətli Azərbaycan xanımları, Azərbaycan qadınları və Azərbaycanımızın gözəl parlaq gələcəyinin qız balaları. Mən belə başa düşürəm ki, Azərbaycan xanımı statusunda olan bir nəfər həyat boyu Azərbaycan himnini təhqir etməz. Həyat boyu 20 yanvar qanlı faciəmizdə cəmiyyətə açıq hörmətsizlik etməz. Vətən uğrunda canlarından keçmiş qazilərimizin ailə üzvlərini təhqir etməz. Bu sənə sonuncu xəbərdarlıqdır Ləman Vəliyeva. Mən sənə deyirəm, növbəti səfər sənin həbsin qaçılmaz olacaq. Və şəxsən istintaqın gedişatında xahiş edəcəm ki, şərait yaratsınlar, özümdə nəzarət edeyim. Novruz bayramında xonçası oynamayan 2 gül balanın şəhid xəbəri gəldi. Şəhadətə zirvəsinə yüksəldilər. Bizim üçün və ümumən Azərbaycan xalqı üçün çox ağrılı və acılıdır. Çünki hər bir şəhid elə mənim evimdən çıxmış şəhiddir. Çünki bizim silahdaşlarımız var, bizim qardaşlarımız var. Biz çiynimizdə qardaşlar daşımışıq, dəfn etmişik. Komandirimizin gözünü bağlamışıq. Yaylım ateşləri ilə Azərbaycan himnini göz yaşımızda dişlərimiz titrə-titrə demişik. Heç olmasa 7 gün şəhidimizin hörmətimizi saxlayardınız. Allah şəhidlərimizə rəhmət eləsin deyən dırnaqarası yayımçılara. Bu qədərmi alçaldınız? Bu qədərmi acmədə oldunuz? Bu qədərmi düşük səviyyəsiz olsun? Ağır olsun sizə, ayıb olsun sizə. O şəhid sizin doğma qardaşınız olsaydı, evinizdən bir nəfər olsaydı, hansı kişi bizə sıxışdırıb canlı yayım açardınız? Açardınız? Ayıb olsun sizə. Azərbaycan polisi, hər şey üçün çox sağ olun. Hər şey üçün sizə minnətdaram. Mən sizə bir neçə dəfə müraciət eləmişəm, bir neçə dəfə sizi narahat eləmişəm. Etdiyim narahatçılığa görə sizdən üzr istəyirəm, bağışlayın, məcburiyyət qarşısında qalıram. Yeganə əlim çıxacaq şəxslər sizlərsiniz. Hər şey üçün sağ olun cənablar. Hər şey üçün sağ olun ki,
bax, hərbiçisinə də sahib çıxan, ölkə dırlarından yaşayan qıraqdakı Azərbaycan vətəndaşlarına da sahib çıxan siz Azərbaycan polisisiniz. Mən sizi 2020-də çox gözəl tanıyıram. Vətən sağ olsun deyə aqressiyanı düzgün başa düşün. Mənim himnim mənim şərəfimdir. 14 dəfə Azərbaycan bayrağını dalğalandırıb və himnimizi oxumuşam. Mənim ürəyimdə. Diqqətinizə görə minnətdaram. Hər şey üçün çox sağ olun. Ləman Vəliyeva. Təkrar edirəm. Mən elə də bloger deyiləm, milyon, 100 minlik. Yox, mən sizin kimi ola bilmərəm həyat boyu. 100 nəfər baxır. 10 nəfər baxır, ürəyim istəyən adamlar baxır. Və sonda demək istəyirəm ki, 8 il Azərbaycan Respublikasına şərəf və ləyaqətlə xidmət etmiş bir en sayılı qurumların əməkdaşları olaraq 14 yaşımızdan verdiyimiz hərbi andın sonuncu bəndi. Son nəfəsimə qədər Azərbaycan Respublikasına xidmət edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Biz yaslıyıq. Vətən sağ olsun. Secdegahdır, qiblegahdır, üç beyli Türk bayrağı, bir ovuç kül, bir ovuç yurt torpağı.